Leyla xanım, bəzən tanımadığımız insanlardan belə enerji hiss edirik. Niyə tanımadığımız insanlar bizə neqativ enerji verə bilirlər? Enerji tək neqativ yox, müsbət də ola bilər. Çox vaxt nə baş verir? Adətən biz uyğunlaşdırma yaşayırıq da. Keçmişdə keçirdiyimiz bir mənfi situasiya və yaxud da ki travma və yaxud da ki xoş bir an o momentdə devrəyə girir. Biz anı xatırlamadan onun bizə ötürdüyü duyğunu həmin insanla bağlayırıq, heç özümüz də fərqində olmadan ola bilər bu. Bəzən isə sadəcə olaraq vibrasiyalar, insanların vibrasiyaları bir-birinə uyğun gəlir. Bu zaman biz insana daha çox istiqamlıq hiss eləyirik və yaxud da ki rezonans yaradır. Yəni bu anda mənfi enerji alırıq, qıcıq alırıq həmin insandan. Yəni insanların vibrasiyaları bir-birinə uyğun gəlmədiyi halda. Və bəzən isə somatik marker adlandırırıq biz bunu. Beyin reaksiya verməmiş, bədənimiz reaksiya verməyə başlayır. Qarın hissəsində və yaxud da ki ürəkdə sıxılma, gərginlik hiss eləməyə başlayırıq. Bu səbəbdən də bəzi insanlara qıcıq oluruq, bəzi insanları isə sevə bilirik.